Birinci ilk növbədə fiziki sağlamlıq. Fiziki sağlamlıq birinci. Orada sonra test imtahanları. Mən sizə deyim ki, mən bir il müddətində bəlkə də minlərlə test imtahanlarından keçmişəm. O nə testlər idi? Mən sizə deyim ki, istər riyazi biliklər, istər işlədiyin sahəsində biliklər, sonra dünyada gedən ictimai-siyasi proseslər, onların Azərbaycanda SSRİ-yə, xüsusilə Azərbaycana da, Azərbaycan aid hissələri var ki, Azərbaycan təsir mexanizmləri, ondan sonra qonşu bizim o vaxt SSRİ ilə, Azərbaycanla yox, SSRİ ilə qonşu dövlətlər, ölkələrdə gedən siyasi proseslər, çox böyük, mən sizə deyim ki, bəlkə də minlərlə suallar var idi. Və orada ən bir vacib məsələ ondan ibarət idi ki, o suallarda tam səmimiyyət yoxlanılırdı. Həyati suallar, elementar mən sizə belə bir deyim ki, məsələ, bugün kim yadımdadır, belə bir sual var ki, siz küçə ilə hərəkət edərkən qəşəng bir cavan xanım sizlə qarşı-qarşıya gəlir, sizin hərəkətiniz. Orada suallar var. Mən üzümü çevirəcəm, başımı aşağı salacağım. Üçüncü sual isə gözün içinə baxıb dərindən bir ah çevirəcəm. Mən götürüm üçüncü variantı yazdım. Çünki bu digər fəaliyyətlər sizə qarşı şübhə yaradar. Çünki bu mümkün deyil. Və orada bizim o imtahanı götürən psixologiya müəllimi var idi. O mənə sual verdi ki, demək olar ki, bizim dəvət etdiyimiz o namizədlərdən 95% bu suala düzgün cavab verməmişdi. Deməli, onlar çaşdırmaq üçün sual səbəbi, səmimiyyəti yoxdur. Səmimiyyəti, səbəbi. Mən dedim ki, yadımdadır, Rus qadın idi. Dedim, xanım, siz qəşəng bir buket gül bağışlayırlar. Siz o gülə baxanda yolunuzu hansı tərəfə çevirirsiniz? Dedi, yox. Dedim, bəs Allah Teala yaratdığı gözəl qadındır. Onu necə baxıb? Mən səbəbi nə olur? Mən demək xəstə olmalıyam da. Nəsə səbəb olmalıdır. Mən ya tanıdığım insan olmalıdır. Onun nəsə nifrət olmalıdır ki. Və demək olar ki, o namizədlərdən ən düzgün cavabı mən vermişdim.